Təhsil almalıdırlar, qızlar sənət yiyəsi olmalıdırlar, qızlar özləri öz çörəyini özü qazanmalıdırlar. Nə qədər varlı oğlana getsə belə olsun, Allah hamını xoşbəxt edir. Bütün balalarımızı, bəli, öz ayağının üstündə dayanmalıdır. Həyatdır, nə olur olsun. Zeynalabdin Tağıyev, Allah qəni-qəni rəhmət eləsin, o böyük Azərbaycanlıya deyirdi ki, qızlara təhsil verəndə sağlam cəmiyyət, savadlı cəmiyyət qazanırsan.